Uğur Qəmbərzadə bizim balaca idmançı balamız. Xoş gəlmisən, gözəl bala. Sağ olun, təşəkkür edirəm. Ay, dəyərli izləyicilər, 10 yaş olmağına baxmayaraq Uğurun bir çox nailiyyətləri var. Çox gözəl idman növlərinə məşğuldur, medallarını gətirmişdi. Deyir Gülər xanım gətirim, dedim bu qədər medalı hara sığdıracaq biz? Elə Uğurun da ilk efiridir. Düşərli olsun, çox gözəl baladır. Allah bütün balaları qorusun. Məhəmməd Rüstəmli salamlayıram müəllimin. Sən də salamla müəllimini. Məhəmməd Rüstəmli müəllimi salamlayıram. Ay, biz də müəlliminə salam göndərək, onda bizim efirimiz vasitəsilə. Bütün dostlarına, məşq yoldaşlarına. Onda sən göndər də, qəşəng bir salam göndər Uğur, məşq yoldaşlarına, müəlliminə. Məşq yoldaşlarıma, Məhəmməd Rüstəmli müəllimə buradan salamlar göndərirəm. Ay, nə gözəl, afərin, maşallah, gör necə gözəl, ağıllı uşaqdır. Necə oldu ay Uğur, evdə ata-ana yönləndirdi səni, ya özün seçdin ki, mən elə gedəcəm, bu medalları qazanacam, kickboksu çox gözəl təmsil edəcəm. Özüm seçdim, mən idmana, uşaqlıqda idmana çox həvəsim var idi və atama dedim, mənə idmana apardı. Ataya dedin, elə atanın o seçimlə də getdin. Necə başladı? İlk yarış yadındadır? Bəli. O həyəcan, nə hiss edirdin? Artıq orada o özünə inam var, mən qalib olacam. O inamı hiss edirdin ki, orada sən qalib olacaqsan, medalları qazanacaqsan. Bəli, hiss edirdim. Necə hazırlaşdın? Atana səni ilk yarışına necə yola saldı? Yadındadır onlar? Həmin gün yadında? Bəli, o atam apardı məni yarışa. Orada da mən döyüşdüm. Ən çox deməli ki, müəllimi ilə gedir, Məhəmməd Rüstəmli ilə gedir, bir yerdə gedir. Ata nə dedi? Dedi ki, orada qalib olacaqsan. Ya bəzən olur ki, bir şirin sözdür, bir gözəl ata-ana sözüdür. Qazanmasan, qalib olmasan evə gəlmə. Belə bir söz də var. Ya elə dedi?